Hər vaxtınız xeyir. Artıq məlum olduğu kimi Bakı-Tbilisi-Bakı sərnişin qatarı 6 ildən sonra fəaliyyətini bərpa edir. Bu barədə ilk olaraq Gürcüstan tərəfi məlumat yaymışdı və insanlarda çoxlu suallar yaranmışdı ki, bu xəbər nə qədər doğrudur, nə zamandan başlayır qatarların fəaliyyəti və s. Beləliklə, bu buraxılışda bütün suallara aydınlıq gətirməyə çalışacağım. İlk olaraq ondan başlayım ki, Azərbaycan tərəfi də bu xəbəri təsdiqlədi və məlumatda deyilir ki, stat. Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin dəmir yolu əlaqəsinin mayın 26-sından etibarən bərpa olunması ilə bağlı razılıq əldə edilibdir. Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıbdır və bildirilir ki, tərəflər 6 illik fasilədən sonra beynəlxalq sərnişin daşımalarının yenidən həyata keçirilməsi barədə razılığa gəliblər. Statın sonu. Bu isə o deməkdir ki, artıq hər iki tərəf bu məsələni təsdiqləyir və sərnişin daşımaları bu ilin mayın 26-sından etibarən başlayır. Biletlərin satışına gəlincə isə bu mövzunu Azərbaycan Dəmir Yolları şərh edibdir və məlumatda deyilir ki, Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin yenidən bərpası istiqamətindən danışıqları davam etdirir və qurumun mətbuat xidmətinə verilən məlumata görə məsələ ilə bağlı Gürcüstan Dəmir Yolları ilə texniki və təşkilati məsələlər üzrə işçi qaydada müzakirələr aparılır. Azərbaycan Dəmir Yollarından o da bildirilib ki, müvafiq tapşırığa əsasən beynəlxalq sərnişin daşımalarının yenidən təşkili üçün bütün zəruri prosedurlar nəzərdən keçirilir. Danışıqlar çərçivəsində qatar reyslərinin qrafiki, sərhəd keçid prosedurları, texniki təminat və sərnişin xidmətlərinin təşkili kimi məsələlər müzakirə olunur. Bir sözlə, biletlərin satışı məsələsi hələ də tam aydın deyil və böyük ehtimalla bu günlərdə biletlərin satışına start veriləcəkdir. Ümumiyyətlə isə Gürcüstan mətbuatının yaydığı məlumata əsasən Bakı ilə Tbilisi arasında qatarlar gündəlik fəaliyyət göstərəcək və məlumatda o da deyilir ki, sərnişin dəmir yolu nəqliyyatı mayın 26-sından etibarən bərpa edilir və hər gün bu istiqamət üzrə qatarlar fəaliyyət göstərəcək. Bununla da iki ölkə arasında sərnişin qatarlarının hərəkətində yaranmış 6 illik fasilə başa çatacaq. Onu da qeyd edim ki, bu qərar Gürcüstanın baş naziri İrakli Qobaxidzənin Bakıya səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşdən sonra elan olunubdur. Görüşlərin yekununda Azərbaycan və Gürcüstan arasında fəaliyyət göstərən ikitərəfli koordinasiya şurasının protokolu da imzalanıbdır. Sənədi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri imzalayıblar. Protokolda diqqət çəkən əsas məqamlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi ilə bağlı razılığın əldə olunmasıdır. Bununla belə layihənin tam istifadəyə veriləcəyi tarix hələ də açıqlanmır. Ekspertlərin fikrincə, Bakı-Tbilisi marşrutu regionun ən vacib beynəlxalq nəqliyyat xəttlərindən biri hesab olunur və sərnişin qatarlarının fəaliyyətinin bərpası həm turizm əlaqələrinin genişlənməsinə, həm də Azərbaycan və Gürcüstan arasında iqtisadi və humanitar münasibətlərin inkişafına əlavə töhfə verəcək. Sonda bir daha qeyd edim ki, hazırda tərəflər marşrutun fəaliyyətə başlaması üçün son texniki hazırlıq işlərini davam etdirirlər. Qatara biletlərin satışa çıxarılması və reys cədvəli ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir.